gözəllikdə alma mürəbbəsi yemisiniz? Mənə elə gəlir ki, çoxunuz yeməmisiniz. Elə isə gəlin bugün sizə necə hazırladığımı göstərim. Gec olmadan sezonu ikən siz də hazırlayıb nuş edin. Almaları bol su ilə, soda ilə ovuşduraraq yuyuram. Hamısını bitirdikdən sonra hazırlama prosesinə başlayıram. Almaların qabığını soyub zoğ hissəsini bu alətlə çıxarıram. Təzəlikcə Trendyoldan əldə etmişəm. Hamısını bitirənədək qaralmasınlar deyə kənarda limonlu su hazırlayıram. Dilimlədiyim almaları isə bu suya əlavə edirəm. Hamısını bitirdikdən sonra isə şərbəti hazırlayıram. Əgər mürəbbənizin şəffaf alınmasını istəyirsinizsə, çalışın qırmızı yox, eləməz yaşıl almalardan istifadə edəsiniz. Şərbət hazır olan kimi bura limon sıxıb ardıca alma dilimlərini də əlavə edirəm. Bu mürəbbəni də 3 dəfəyə bişirirəm. Hər dəfəsində tam soyutduqdan sonra qaynatmaq lazımdır. Sonuncu qaynamada rəngi daha gözəl olsun deyə zəfəran dəmləməsi əlavə edirəm. Bu kəhraba kimi gözəl göyçək mürəbbənin yanına da pürrəngi çay yaraşardı. Mütləq siz də hazırlayın, qoy mənim ürəyimdə rahat olsun. Sonda isə deyin görək, sizin sevdiyiniz mürəbbə hansıdır?